Qarabağın səsi, musiqi ilə könüllərə yol alan canlı görüş. Şair İxtiyar Dönməz və Ülviyə Qasımovanın təqdimatında yayımlanan Qarabağın səsi musiqili proqramı Qarabağın zəngin musiqi irsini və söz sənətini bütün dünyaya çatdıracaq. Proqramda bölgəmizin sevilən xanəndələri, müğənniləri, musiqiçiləri və saz söz adamları Xarı Bülbül ansamblının müşayiəti ilə bir araya gələrək tamaşaçılara unudulmaz musiqi anları bəxş edəcəklər. Qarabağın nəfəsi, muğamın sehri və sazın ecazkar səsini bir arada yaşamaq üçün bizi izləyin. Hər həftənin bazar ertəsi saat 22:00-da canlı yayımda Qarabağın səsi YouTube kanalında Qarabağdan dünyaya ucalan səsə siz də qoşulun. Axşamınız xeyir olsun. Qarabağın səsi verilişinin dəyərli izləyiciləri. Xoş gördük bugün də sizləri. Hər həftə olduğu kimi bu həftədə Qarabağın səsi verilişi sizlərin görüşünə gəlib. Bugün yenə bu gözəl verilişi, Qarabağın səsi verilişini mənimlə birgə, mənim həmkarım İxtiyar Dönməz aparacaq. Əzim, xoş gördük bir daha sizi. Buyurun. Axşamınız xeyir olsun bir daha değerli izleyicilerimiz. Hər həftənin birinci günü səbirsizliklə gözləyən musiqi sevərlər. Xoş gördük sizləri. Hər birinizi salamlayıram və hər zaman olduğu kimi, hər həftə olduğu kimi də bu həftəmizdə sizlərin görüşünüzə çox dəyərli qonaqlarla gəlmişik. Elə ilk qonağımızı təqdim edək. Qarabağımızın gözəl qiraətçisi, qiraət ustası, dəyərli dostumuz, həmkarımız Adil müəllim Şahlaroğlu'nu dəvət edək. Nə gözəl verilişdi bugün bu yerdə. Fələklər də deyir mübarək olsun. Müşkəmbər qoxuyur ab-ı havası. Müşkəmbər qoxuyur ab-ı havası. Küləklər də deyir mübarək olsun. Bu verilişi öz verilişim bilmişəm. Söz götürüb təbrik üçün gəlmişəm. Əlvan çiçəklərdən çələng görmüşəm. Ləçəklər də deyir mübarək olsun. Allah mübarək eləsin verilişinizi. Daim olsun. Adil müəllim, xoş gəlmişsiniz bizim verilişə. Səfa gətirmişsiniz. Bizi çox sevindirdiniz və gözəl bir şeir parçası ilə giriş etdiniz. Eşq olsun, alqışlayıram sizi. Borcumuz. Buyurun, əyləşin, xahiş edirəm. Adil müəllim həm bizləri, həm də bizim izləyicilərimizi gözəl bir şeirlə salamladı. Adil müəllim, xoş gəlmişsiniz. Sponsorlarımız haqqında mən istəyərdim ki, bir qısa da olsa məlumat verim. Ağcabədi Ağdam yolunun üstündə Şərəfanlı kənd ərazisində orta məktəblə üzbəyiz bir məkanda yerləşən Alsu Mol Ticarət Mərkəzinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun, var olun deyirik. Və bizim üçün belə bir gözəl çəkiliş üçün şərait yaratdığı üçün Ağcabədi rayonu Kəhrizli kənd ərazisində yerləşən Ay İşığı Ailəvi İstirahət Mərkəzinin bütün rəhbərliyinə və kollektivinə dərin təşəkkürümüzü bildiririk. Anar bəy, sizlərə çox sağ olun, var olun deyirik. Qonaqpərvərliyiniz üçün təşəkkürümüzü bildiririk. Çox sağ olun, var olun deyirik. Növbəti qonağımız Qarabağımızın gözəl müğənnisi, toylarımızın, el şənliklərimizin sevilən ifadəsi Pünhan Hüseynovu dəvət edirəm.
Qaşı gözü qaracıyam Həsrətinə xəstə düşdü Həsrətinə xəstə düşdü Eynə dədə çalacıyam Eynə dədə çalacıyam Eynə dədə çalacıyam Eynə dədə çalacıyam Ay çox sağ olun, var olun. Pülhan, xoş gəlmisiniz. Pünhan bəy, xoş gəlmisiniz. Gözəl ifanla. Çox sağ olun, İxtiyar müəllim. Mən də sizləri salamlayıram. Allah verilişinizdən çox-çox xeyir versin, düşərli və uğurlu olsun. Təşəkkür edərsiniz. Buyurun, əyləşin. Növbəti qonağımızı dəvət edək. Allah rəhmət eləsin Səxavət Məmmədova və Səxavət Məmmədov davamçısı Feyruz Səxavətin elə ad verdiyi bir gözəl bir xanəndəmizi dəvət edəcəm. İfasında hər bir zaman Səxavət Məmmədovu xatırlayırıq. Allah torpağı sağında ömür versin. Gənc xanəndəmiz Hafiz Ağcabədinli dəvət edirik.
könül bana. Uyma her zülfü kara, sevgili canına könül. Bu vefasızlar ederler seni divane könül. Mümkün olduğunda çalış yapmayasan eşk adına. Mümkün olduğunda çalış yapmayasan eşk adına. Şam'dan gönletesin her gece pervane könül. Ya bana Şövq ilə oxumur daha bülbüllər. Adına söz qoşur nəğməkar dillər. Çıxdım göy çəmənə ətirli güllər. Çiçəklər dedi ki, səxavət ölməz. Dodağın niskili dilə qarışdı. Nəğməsi ətirli gülə qarışdı. Şahargah çağlayan selə qarışdı. Mələklər dedi ki, səxavət ölməz. Yarımçıq nəğməni gətirib dilə, Firuz müəllim, Hafiz müəllim, haray salıb obaya elə. Gələcək nəsillər söyləyəcək belə, neçə ki muğam var, səxavət ölməz. Eşq olsun, buyurun. sağ ol. Gülden saydı vefa harman yarılmaz drama. Gülden saydı vefa harman yarılmaz bülbülün ahyalmadı gülüstane könül. Sen hele sen hele aşkı kemendinden esir olmamışsan. Uyma Mecnun kim her zülfü perişane könül. Vahidin ömrü bütün nardı gözerler ötesi. Vahidin ömrü bütün nardı gözerler ötesi. Bu hakikat sözü sen eyleme afsane könül. Aman ayda ben sana tutup değilim, ben sana tutup değilim. Niye ürke bakırsan bana, niye ürke bakırsan bana, niye gülümseyip baktın aydıcan.
çox sağ ol, var ol. Hafiz, xoş gəlmişsən. Gəl əyləş, gəl əyləş. Allah səni qorusun. Xoş gördük. Xoş gəldin. Təşəkkürümüzü bildiririk və artıq səs rejissorumuz bizə məlumat verir ki, zəngimiz var studiyamıza, zəngimiz var. Bəli. Alo, Bəli. salam aleyküm. Aleykümselam. Özünüzü təqdim edin. Bəli. Özünüzü təqdim edin, xahiş edirik. Valih müəllim, Hacıbədərlidən, Ağzəvədirən Hacıbədərli kəndi. Hə, Valih müəllim, xoş gördük sizləri. Buyurun. Xoş gördük, deyər müəllim. Salamlayıram sizi. Verilişiniz uğurlu olsun, daim olsun. Çox şadam ki, bizim rayonda sizin kimi dəyərli insanlar belə bir veriliş yaradıblar. Yəni bu həqiqətən təqdirə layiqdir də. Alqışlayıram sizi. Mən sizi salamlayıram, Ülviyə xanımı salamlayıram. Çox baxıram, kanallarda izləyirəm, baxıram. Mən Adil müəllimi salamlayıram. Orada Hafiz müəllim salamlayıram, bizim dəyərli oxuyanlarımız. Günhan müəllimi salamlayıram. Dəyərli ansamblı salamlayıram. Və bizim orada bugün bir şagirdimiz, qardaşımızın balası Əbülfəz qardaşoğlunu salamlayıram, Hüseyni salamlayıram. İxtiyar müəllim, verilişiniz bir daha uğurlu olsun, axarlı olsun. Mən həqiqətən çox şadam ki, belə bir veriliş yaratmışsınız. Qısa müddətdə yaranıb, amma baxış sayı mən görürəm, hər gün izləyirəm, mən görürəm ki, hər gün artır. Davamlı olsun, uğurlu olsun qardaş verilişiniz. Təşəkkür edirik Valih müəllim zənginizə görə və Valih müəllimin şagirdləri Hüseyn, Əbülfəzin adını çəkdi. Artıq Adil müəllim deyəsən qorxuya düşübdür. Hə, Əbülfəzi dəvət edək meydana. Əbülfəz buyursun. 7 yaşlı Əhmədzadə Əbülfəz buyursun, bir gözəl şeir parçasını desin. Görək Adil müəllim nə qiymət verəcək. Gəl Əbülfəz, gəl. Samallayıram hamını. Şeiri də görək. Büz rəhli bayrağım, gözümün ışığıdır. Azadlıq yağışından doğan göy qurşağıdır. Üstündəki ay uldur, gəlir mənim xoşuma. Ay üzüyə bənzir, ulduzunun qarşına. Büz rəhli bayraq bizə təsəlli edir, dayaqdır. Yolumuzun üstünə ısır saçan mayaqdır. Ay maşallah. Adil müəllim, bax burada sənin canlı şeir devəyəm izlədi. Və Ülviyə xanım, qonaqlarımızı bir daha salamlayaq. Hər biriniz xoş gəlmişsiniz. Və Elə istəyirəm ki, ilk olaraq sözü Adil müəllimə verim. Adil müəllim, bir daha sizə xoş gəlmişsiniz deyirəm məzim. Çox sağ olun Ülviyə xanım, minnətdaram sizə. İxtiyar müəllim, sizləri salamlayıram. Qarabağın səsi verilişiniz uğurlu olsun, daim olsun. Çox, yəni baxış sayı gündən günə çoxalır. Mən də izləyirəm verilişinizi. Bir-birindən dəyərli sənətkarlar dəvət edirsiniz bura. Allah sizləri var eləsin. Xarı Bülbül ansamblını salamlayıram. Çəkiliş qrupunu salamlayıram. Allah sizləri var eləsin. Bir daha sizə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, məni bu verilişinizə dəvət eləmişsiniz. Minnətdaram sizlərə. İndi mənim də şeirlə gəlmişəm bura. Əli boş gəlməmişəm. Bir şeirlə sizləri salamlayarıq inşallah. Yer göyü, dağ dağı, daş daşı sevdi. Tanrı naxış vurdu, nəqqaşı sevdi. Göz gözə boylandı, qaş qaşı sevdi. Biz niyə sevməyək bir-birimizi? Çəmənlər torpağa xalı çəkirsə, xalıda yaşılı alı çəkirsə, arı çiçəklərdən balı çəkirsə, biz niyə sevməyək bir-birimizi? Ulduzlar sayrışıb göz vurur aya,
çeşmələr çağlayıb tökülür çaya. Sevənlər gəlirsə hər gün dünyaya, biz niyə sevməyək bir-birimizi? Ömür bir göz qırpımı, fürsət azdırsa, könül son nəfəsdə sınan sazdısa, uçub əlimizdən gedən yazdısa, biz niyə sevməyək bir-birimizi? Yağış gözəllərin öpür üzünü, damla pıçıltıyla deyir sözünü, şəlalə qayadan atır özünü, tufan dağı sevdi, dalğa dənizi, biz niyə sevməyək bir-birimizi? Qoy hər zaman sevək, sevilək. Ay Adil müəllim, sən səfər adamı, mən uzaq yolam. Həsrəti bir çimdik, sevinci bolam. Əgər ki ayrılıb gedəsi olsam, çəkə biləssənmi qəmi kədəri? Get biraz darıxım səndən ötəri. Zirvələr görünmür səni tapandan, saçım ağappaqdı dəni tapandan. Əhdə xilaf çıxdım səni tapandan, tək tənha çəkirəm qəmi, kədəri. Get ay Adil müəllim, get biraz darıxım səndən ötəri. Bir mahnı başladıq, qaldı yarımçıq. Zilin sən apardın, bən mənim oldum. İkimiz bir dərdə qoşa ağladıq. Qurudu gözlərin, nəm mənim oldu. Pozuldu nəysən axışlarımız. Dikəldi yoxuşlarımız. Ay Ülviyə xanım, ayrıldıq, küsüşdü baxışlarımız. Sevinç sənin oldu, qəm mənim oldu. Sücayət bunlara yandı gör necə. Dərdini vərəqlər gizli-gizlicə. Aramızda bir eşq oldu o gecə. O həm sənin oldu, həm mənim oldu. Ay maşallah. Adil müəllim o qədər gözəl şeir deyir ki, həqiqətən də Ülviyə xanım həm də yaşca, sənətcə bizdən böyükdür. Mən hər zaman Adil müəllim olan məclisdə istəyərəm ki, hər bir zaman o danışa, o şeir deyəm, mən dinləyəm. Çox sağ ol Adil müəllim. Mikrofonu Hafız müəllimə təqdim edək. Hafız müəllim, mən sizə təşəkkür edirəm. Niyə? Bax, bu verilişdə sizə bir təşəkkür edirəm. Siz mahnını ifa etdiniz. Mən hər zaman mahnılara diqqət edən adamam. Uca dağlar, qarlı dağlar başında bir yar sevdim 14-15 yaşında. Eybi yoxdur kipriyində, qaşında. Bu mahnını düz oxuduğuma görə təşəkkür edirəm. Çünki sözləri düz dediniz. Şeirdə görsən yaşında, sonra gəlir başında, qaşında. Şeir tamamladı. Amma bəzi xanəndələrimiz orada deyir ki, tirmə şal var başında. 2 dənə orada söz işlərinizdə o uca dağlar başında, tirmə şal var başında. Yəni uyğunsuzluq olur. Ona görə də çox sağ ol. Var ol deyirəm. Xoş gəlmişsən. Buyur, ürək sözü Sağ olun, işləyək. İxtiyar müəllim. Mən də sizləri salamlayıram. Təbrik edirəm verilişinizi. Xeyirli uğurlu olsun inşallah. İnşallah, amma növbəti səfər Nəcibə xanımla bərabər gələcək Hafiz qardaşımız. Oyunlar məclisi var idi. Nəcibə xanım əslində bir gələcəkdilər, amma məclisi olduğuna görə bu gün alınmadı gəlməyə. Amma növbəti səfər inşallah Nəcibə xanımla bərabər Hafiz qardaşımız bizim qonağımız olacaq. İnşallah. Növbəti qonağımıza söz verək. Pünhan müəllim, sizin də xoş sözlərinizi eşidək. Xoş gəlmişsiniz verilişimizə. Buyurun. Bir daha təşəkkürüm bildirəm sizlərə, belə gözəl verilişinizə, mənə dəvət etdiyinizə görə. Baxımlı olar inşallah, uğurlu olsun. Bizlər üçün də uğurlu olar inşallah, sizin verilişiniz bizlərə düşərli olar. Allah çox-çox xeyir versin İxtiyar müəllim. Ülviyə xanım, hər birinizə təbrik edirəm bu gözəl layihə adından. Musiqiçilərimizi salamlayıram.
operatora salamlayıram, çox üzr istəyirəm. Adil müəllim, Hafiz müəllim. Həmişə elimizdə, ovamızda belə gözəl məclislərə yığışaq. Təşəkkür edirəm. Təşəkkür edirik, çox sağ olun, var olun deyirik və mən bir təbrik getirmək istəyərdim. Quzanlı qəsəbəsindən Mobil əminin 60 illik yubileyi münasibəti ilə mən əmmimizi təbrik edirəm. Mübarək olsun deyirəm və gün o gün olsun 100 yaşınızı qeyd eləyəsiniz deyirəm və Pünhan Hüseynovdan gözəl bir ifa eşidək. Buyursun. Bəli, buyurun Pünhan müəllim. Pünhan müəllim, buyurun əyləşin, maşallah, çox gözəl. Hə, əziz izləyicilərimiz, verilişimizdə balaca bir qonağımız var. İstəyirəm ki, o qonağımızı dəvət edeyim verilişimizə. Hüseyin balanı dəvət edəcəm. Hüseyin, xoş gəlmisən. Gəl görüm yanıma. Xoş gəlmisən. Sənin ürək sözlərin var bizim verilişimizə? Var. Verilişiniz mübarək olsun, xeyirli olsun. Çox sağ ol əzizim. Eşitdim ki, sənin bir şiir parçan var bizim izləyicilərimizə. Buyur, sevə-sevə dinləyirik o şiiri səndən. Həsrətin çəkmişəm illərdir sənin, başımdan getmədi dumanın sənin. Həsrətdən vardır kədərin qəmin, illərdə həsrətdim sənə can kəndim, azadsan qovuşdum sənə xan kəndim. Komandam əmr etdi şanlı orduma, zəfər bəxş eylədi doğma yurduma. Şükür olsun çatmışam kəma arzuma, illərdə həsrətdim sənə can kəndim, azadsan qovuşdum sənə xan kəndim. İxtiyar çox sevir gözəl daş kəndin, Xocalı yurdum həm Şükü kəndim.
mənim baş tacımdır. Şuşa, Xankəndi. İllərdir həsrətdim sənə can kəndim. Azadsan qovuşdum sənə Xankənd. Ay maşallah, Hüseyin afərin əzizim. Çox sağ ol, təşəkkür edirik sənə. Deyəsən zəngimiz var studiyamıza. Bəli. Rejissorumuz. Alo. Alo, salam aleyküm. Aleyküm salam. Özünüzü təqdim edin, xahiş edirəm. Ağcabədi rayon Hindaş qəsəbəsindən Əlaslan Muratxanov. Muratxanov Əlaslan, nə gözəl. Zənginiz üçün təşəkkür ederim. Buyurun. Sizi ən başdan bu verilişiniz xeyirli uğurlu olsun inşallah. Sizi salamlayıram. Aparıcı Ülviyə xanımı salamlayıram. Xarı Bülbül ansamblının ürəkdən salamlayıram. Dirəsi qardaşımızı, Adır qardaşımızı salamlayıram. Ağzabəddən Hasif qardaşımı, müğənniləri, Günhan qardaşımızı, Hindarıqlı həm yerini salamlayıram. Balaca igid balalarımızı salamlayıram. O da verilişin ahənginə bir ahəng katır. Allah can sağlığı versin sizlərə. Verilişinizə uzun ömür arzulayıram. Baharlıdır. İnşallah ki, axıradan bahar olur. Allahın köməkliyi ilə. Təşəkkür edirik. Muratxanov Əlaslan Famil oğlu birinci Qarabağ müharibəsinin döyüşçüsüdür, veteranıdır. Biz də sizinlə fəxr edirik. Zəng etdiyiniz üçün sizlərə təşəkkür edirik. Və sizi feyziyab edəcək bir gözəl bir çıxış olacaq inşallah. Adil müəllimdən, həm də Hafiz qardaşımızdan, Pünhan qardaşımızdan ilə sizlərin şəhərinizə gözəl bir çıxışlar gələcək. Allah razı olsun. Bir də verilişiniz uzun ömür olsun inşallah. Təşəkkür edirik zənginiz üçün. Təşəkkür edirik. Çox sağ olun, var olun deyirik. Və Ülviyə xanım, mən istəyirdim ki, qonaqlara söz verməmişdən öncə ansambldan bir gözəl bir solo ifa eşidək. Ondan sonra Adil müəllimdən gözəl bir şeir parçası alacağıq. Hafiz qardaşımızdan, eləcə də Pünhan qardaşımızdan bir gözəl bir ifa eşidəcəyik. Ansambldan gözəl bir ifa.
Xarı Bülbül ansamblının ifasında İxtiyar müəllim möhtəşəm bir ifa dinlədik. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Möhtəşəmsiz deyirəm. Rüfət Bayramov başda olmaqla mən də Xarı Bülbül ansamblının hər birində çox sağ ol, var olun deyirəm. Belə həqiqətən də elə hansı toyda varsa, hansı verilişdə, hansı tədbirdə varsa bu ansambl çox möhtəşəm keçir. Çox sağ olun, var olun deyirik və biraz öncə zəng gəlmişdi ki, Adil müəllim, sizdən bir gözəl bir şeir və müğənnilərimizdən də gözəl ifalar. Adil müəllim buyursun, mikrofonu təqdim edək. Adil müəllimdən gözəl bir şeir parçası eşidək. Bir gülü yox, güllərin çələngini sevirəm. Bir rəngi yox, göylərin min rəngini sevirəm. Mən qalxmağa təpə yox, uca dağ istəyirəm. Dostlar, həyatı, həyat kimi yaşamaq istəyirəm. Göydə qurub çağda, dan yeri də gözəldir. Həyatın sevinci də, kədəri də gözəldir. İnci üzə çıxarmı çalxalanmasa ümman. Heyif ki bu meydanda daim eniş axtaran. Acca aşım, ağrımasın başım deyənlər də var. Kədərdəki nəşəni, zövqü anlamayanlar. Həyatın fərəhindən, nəşəsindən nə anlar? Hər kədəri saadət, hər sevinci qəm əzizlər. Əsl könül həm sevinci, həm qəmi əzizlər. Təlatümsüz ürəklər qovuq kimi boş olur. Daim sevinci axtaran, daim qəmə tuş olur. Mən düşmənəm yaltaqlanıb təpiyə dağ deyənə. Bu dünyada bir təhər, qoy yaşayaq deyənə. Ah bir təhər, lüğətə bu söz hardan gəlmədir? Yaşamaq yaşamaqdır. Bəs bu bir təhər nədir? Mən düşmənəm belə ölü canlara. Gündən qaçıb, daim kölgə axtaranlara. Mən qalxmağa təpə yox, uca dağ istəyirəm. Həyatı, həyat kimi yaşamaq istəyirəm. Həyatda mən həmişə xalqımıza xoş günlər arzulayıram. Dedim, ədaləti gəzmə, tapılmaz. İylədim yolumu bağlı, uduzdum. Çeşbeş attım, yehlər verdim, mars oldum. Qaldı xanələrim, bağlı, uduzdum. Həyat yollarıma bayquş oladı. Ömrümü fitnələr, sellər taladı. Dövranlar şeytana quyruq buladı. Kəsdi yollarımı, bağlı, uduzdum. Azaflı odlara çox sinə gəlmiş. Ömrünün gülünü fitnələr dərmiş. Ay Adil müəllim, dünya belə gəlmiş, elə gedərmiş. Əzəldən qanmadım, ağlı, uduzdum. Əzəldən qanmadım, ağlı, uduzdum. Allah sizi var eləsin. Gözəl şeirlər səsləndirdiniz, təşəkkürümü bildirirəm və Hafiz Ağcabədilini dəvət edək səhnəyə, bir gözəl bir ifa eşidək. Hafiz, nə oxumaq istəyərdin? Ürəyindən hansı mahnı keçdi bu şeirdən sonra? Hansı mahnı keçdi? Ana muğam oxuyur. Ana muğam, ana haqqında. Ana haqqında bir gözəl bir muğam parçası. Buyur. Naşire yatmışsan, iller yorgunum.
Naşirin yatmışsan iller yorgunum. Ana söndürürsen sen ölmemişsen. Oğuldan adam bir an döner mi? Oğuldan adam bir an döner mi? Ay dostlar deyin ana muhabbeti söner mi? Evladın kalbinde ana öler mi? Evladın kalbinde ana öler mi? Ana sen, sen ölme, sen Elə ki balalar gəlir dünyaya, o gündən hey ölçüb biçir analar. Mahnı da oxuyur, şeir də deyir, bəstəkar analar, şair analar. Alnında zamanın açdığı qırış, başına qar tökür, qar ələyir qış. Odun istisindən aralanmamış, suyun soyuğundan keçir analar. Heç özüm də bilmirəm Hüseyin niyə başımın tüstüsü çəkilir göyə. Torpaqmı anasız qalmasın deyə torpağın qoynuna köçür analar. Mezarına ziyaretimdir. Mezarına ziyaretimdir. Sensiz müşkülde adım yetimdir. Yuhuna badıdır, bunu yetimdir. Ana sendirsin, sen ölmezsin. Sen oğluna vermişsen hayat. Sen oğluna vermişsen hayat. Anasız yaşama çüllü çayat. Ay ay yuhun şirin olsun mezarından yat. Yuhun şirin olsun mezarından yat. Ana sendirsen, sen ölmemişsen. Aman 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 ayda ya semenler atanda bülbül bana utanda ya semenler atanda bülbül bana utanda akıyanda nerede hatırlaya sarma akıyanda nerede hatırlaya sarma hatırlaya sarma hatırlaya sarma
hatırlayarsan, hatırlayarsan beni, hatırlayarsan, hatırlayarsan beni, hatırlayarsan, hatırlayarsan beni, hatırlayarsan, hatırlayarsan beni. Çox sağ olun, təşəkkür edirəm. Çox sağ ol, ay Hafiz. Gəl qardaş, gəl. Allah səsini var eləsin. Mən istəyərdim ki, Xaləddin Ayazoğlu bir müşayiət versin. Mən o qədər vuruldum, o qədər sevdim Xaləddinin ifasında Yanıq Kərəmi. Yanıq Kərəmi sevgahım ver, çox xahiş edirəm. Bir şeir keçdi könlümdən. O şeiri deyəcəm və ansambldan bir gözəl bir Yanıq Kərəmi havasını istəyərdim ki, Xaləddinin ifasında eşitəm. Qonaqlarımızın da ürəyində olacaq. Şirin yuxularım ərşə çəkilib, mənə əzab verir zülmət gecələr. Hicranlı gözlərim yola dikilib, ömrümə yazılıb töhmət gecələr. Ay Adil müəllim, sevgi alovunda mən də yanmışam. Sevgi sadağında mən də donmuşam. Səni mən ömrümə çıraq sanmışam. Qismətim nə oldu möhlət gecələr. Coşub dəniz kimi çağlaya bilsəm, bir çələng toxuyub ağlaya bilsəm, bu nakam eşqimi ağlaya bilsəm, mənə də rəhm edər zülmət gecələr. Sağ ol İxtiyar müəllim, var ol. Ay Xaləddin müəllim, qadan alım mizrabını vur telə, könlümə bir Yanıq Kərəmi düşüb. Yandırıb cismimi gəl, döndər külə, könlümə bir Yanıq Kərəmi düşüb. Çal ginana qardaş bir tufan eylə, sevəni sevənlə mehriban eylə. Yaralı könlümə gəl, dərman eylə, könlümə bir Yanıq Kərəmi düşüb. Ay İxtiyar müəllim, o vəfasız, o vaxtdan çıxıb gedəndi. Ruhum uçub, məndə qalan bədəndir. Heç özümüz də bilmirik bugün nədəndir. Könlümüzə bir Yanıq Kərəmi, Yanıq Kərəmi düşüb.
Xaləddin, təşəkkür edirik. Sən həm gitarada, həm sazda, həm tarda öz ifaların öhdəsindən peşəkarcasına, layiqincə gələn bir sənətkarsan. Allah səni var eləsin. Eləcə də Rüfət müəllim başda olmaqla Xarı Bülbül ansamblının hər birinin ayrı-ayrılıqda təşəkkürümüzü bildiririk. Gözəl ifalara görə çox sağ olun, var olun deyirik. Və əlbəttə ki, sponsorlarımız haqqında mən istəyərdim ki, bir qısa da olsa məlumat verim. Ağcabədi Ağdam yolunun üstündə Şərəfanlı kənd ərazisində orta məktəblə üzbəyiz bir məkanda yerləşən Alsu Mol Ticarət Mərkəzinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun, var olun deyirik. Və bizim üçün belə bir gözəl çəkiliş üçün şərait yaratdığı üçün Ağcabədi rayonu Kəhrizli kənd ərazisində yerləşən Ay İşığı Ailəvi İstirahət Mərkəzinin bütün rəhbərliyinə və kollektivinə dərin təşəkkürümüzü bildiririk. Anar bəy, sizlərə çox sağ olun, var olun deyirik. Qonaqpərvərliyiniz üçün təşəkkürümüzü bildiririk. Çox sağ olun, var olun deyirik. Və verilişimizin sonuna gəlib çatdıq. Mən bütün izləyicilərimizin hər birinə dərin təşəkkürümüzü bildiririk bizləri izlədiyinizə görə. Və Ülviyə xanımla yekunda bir şeir istəyərdik. Adil müəllimlə bir duet şəklində bir gözəl bir şeirinin şahidi olaq. Sonra Pünhan, istəyərdik ki, sizin ifanızla yekunlaşaq. Mən Hafiz qardaşımıza müraciət etdim. Hafiz qardaşımız dedi ki, məndən böyükdür Pünhan. Elə Pünhan qardaşımızın ifası ilə yekunlaşdım veriliş. Mən sənə təşəkkür edirəm. Hafiz, hər bir zaman böyüyün, kiçiyin yerin bilən qardaşımızsan. Və Ülviyə xanım, bir şeir parçası eşidək. Adil müəllimlə bərabər birlikdə bir gözəl şeirinizin şahidi olaq. Sonra Pünhandan bir gözəl bir ifa, gözəl bir musiqi sədası altında verilişimizə yekun vuraq. Gecəniz xeyrə qalsın deyirik. Mən sağollaşıram artıq sizlərlə. Buyurun Ülviyə xanım. Ey mənim dünyamı dağıdıb gedən, özünə bir dünya qura bildinmi? Bəs mənsiz yaşaya bilməyəcəydin. Ay Adiləm, yaşaya bildinmi, qala bildinmi? Bəs atıb getmirdi sevən sevəni. Yaşaya bildinmi belə təkiyəni? Hardasa, haçansa ortaq dost görüb məni kimlərdənsə sora bildinmi? Ömrüm faizında sevdim, sevildim. Elə bildim ilk baharam mən. Ülviyə xanım, arxanca sürünən kölgənəm sənin. Harda qərar tutsan, orada varam mən. Başımı qoyaram gündə 100 kərə. Bir yol ayağını qoyduğun yerə. Eşqindir ucaldan məni göylərə. Bu eşqin gücünə minnətdaram mən. Sevgiyə hədd qoymaq düzü günahdır. Cahilin hər işi sözü günahdır. Eşqi günah saymaq özü günahdır. Kim deyir eşqimdə günahkaram mən? Özün bir aləmsən, sözün bir aləm. Sən olan könüldə nə kədər, nə qəm. Sənsiz dünyanın ən bədbəxtiyəm. Səninlə dünyada bəxtiyaram mən. Eşq olsun Adil müəllim sizə. Mikrofona biraz səs verin. Sənsiz yaşamaram, ölərəm demə. Sən mənə əlinlə qıyan adamsan. Pis gündə yanında olaram demə. Sən məni pis günə qoyan adamsan. Əllərin başına döyür bəlkə də. Daş qəlbin səsimi duyur bəlkə də. Şeytan özü sənə uyur bəlkə də. Demirəm şeytana uyan adamsan. Ay Adil müəllim, sən məni pis günə qoyan adamsan. Nəğmə olub gecələr sənə laylay çalaydım. Dönüb şirin yuxun olaydım. Ayaqların altına sərəydim gül çiçəkli çölü mən, çəməni mən. Nağıllar dünyasına aparaydım səni mən. Çıxıb çərçivələrdən göylərə baş vuraydıq. Vaxtı da donduraydıq. Eşqimizin oduna
dünyanı yandıraydıq. Biz səninlə təzə dünya adlı eşq quraydıq. Səni hər an, hər saat görmək üçün sevgilim, gecələr ay olaydım, gündüzlər gün olaydım. Sənin gözəlliyindən həzz alan, dilsiz güzgün olaydım. Güzgün olsaydım əgər, Aylviya xanım, qəm yeməzdim yenə mən. Səni öz diləyimcə göstərərdim sənə mən. Hə, Adil müəllim, təşəkkür edirəm sizə. Allah sizi var eləsin, Allah sizə can sağlığı versin. Elimizin, obamızın gözəl qiraətçisi, toylarımızın yaraşığı Adil müəllim. Əziz izləyicilərimiz, Adil müəllim bizim verilişimizə qəşəng bir tort şirinliyi ilə gəlib. Təşəkkür edirik bu gözəl hədiyyəniz üçün də. Hə, və sonda Qarabağımızın gözəl müğənnisi olan Pünhan Hüseynovun ifasında gözəl bir musiqi eşidəcəyik. Ondan sonra da siz izləyicilərimizdən sağollaşırıq. Sizə hələlik növbəti buraxılışlarda görüşənə də deyirik. Ağ saçlara değdi gözüm, baktı yolum, baktı kızım. Bin sualla dedi sazım, bu ne qardır ne de bura, doğrudan mı qocalıram, doğrudan mı qocalıram, doğrudan mı qocalıram, doğrudan mı qocalıram. Öten günler dönmez geri, ne tez açtık zirveleri. İndi budur pillələri, mən edirəm ara-mara, doğrudan mı qocalıram, doğrudan mı qocalıram, doğrudan mı qocalıram.